20 manat pul, yoxsa da ağ qutu. Hansını seçərdiniz? Belə bir təklif eləsəm sizə. Məncə qutuda daha maraqlı hədiyyə var. Mən qutunu seçərdim. Qutunu? Aha. Bəlkə də 20 manat, bəlkə qutu boşdur. Məncə daha dəyərli hədiyyə var qutuda. Məsələn, dəyərli hədiyyə nə edirsiniz? Telefon, qulaqlıq, bəlkə də maşın. Maşın. Yox, mən maşın verə bilmərəm. Özümün maşını yoxdur. Ona görə ancaq sizə maddi kömək ola bilərəm. Yəni maşına o qədər də pulum yoxdur. Yaxşı. Mən sizə 20 manat yox, 40 manat təklif edirəm. Amma qutunu seçmirsiniz. 40 manatı seçirsiniz, 40 manatınız olur. Yox, məncə qutu olsun. Mən hiss eləyirəm ki, daha dəyərli bir hədiyyə var qutuda. Yaxşı, 60 manat verirəm. Yenə də qutunu seçməyin, pulu seçin, götürün gedin. 60 manat. İndi mənə daha da maraqlı gəldi qutu. Qutu olsun. Yaxşı, 60 manat idi. Mən sizə görə 80 manat edirəm. 80 manat pulu seçin, gedin, qutunu seçməyin. Daha da ümidləndirdiniz məni. Onda qutu olsun. Siz pula deyəsiz fikir vermirsiniz. Yox, məncə maddiyyat önəmli deyil mənə görə. Yaxşı. 80 manat idi. 100 manat edirəm məbləği. Qutunu seçməyin. Yox, elə qutu olsun. Qutu. Bəli. Yaxşı, 120 manat verirəm. Mən təkrar qutunu seçmək istəyirəm. Yaxşı, 140 manat verirəm. Qutu olsun. Qutu olsun. Aha. Bəs qutu boş olsa nə edərsiniz? Birdən boş çıxdı. Mən bəlkə də necə deyim, sizi aldatmaq üçün belə bir təklif edirəm ki, qutunu seçəsiniz, 140 manat mənə qalsın. Aha. Dediyim kimi mənim üçün maddiyyat önəmli deyil. Sadəcə mənə maraqlıdır qutuda nə olduğu. Yəni riskləri sevirsiniz. Elə də demək olar. Yaxşı, qutunu açın görün nə var içində. Qutu boşdur. Ay. Mən sizə dedim axı. Bax 140 manat seçin. 140 manat seçsəydiniz, nə edərdiniz? Mən 140 manatınız olsaydı nə edərdiniz? Ağlıma bir şey gəlmir. Gəlməyib. Yəqin ki shopping. Shopping. Aha. Nə alardınız məsələn? Geyim, aksesuar. Fərqli. Yaxşı, amma 40 manat qazana bilərsiniz, istəyirsiniz? Hə? İstəyirsiniz? Yox demərəm. TikTokda mənzilərsiniz. Nə xeyir. Təəssüflər ki, bu gün sizin bəxtiniz gətirmədi. Gələn səfər inşallah yaxşı bəxtiniz gətirər, qazanarsınız. Mən də istəyirdim ki, qazanasınız. Əslində mən bu 140 manatı qaldırdım ki, yəni